Deməli, gəlin biz qaldığımız yerdən davam edək. Deməli, düzgətli bərabər təcili hərəkətdə. Baxaq, 65-ci suala. Deyir ki, maddi nöqtənin hərəkəti x bərabərdir 10 plus 6t minus 3t kvadratı tənliyi ilə təsvir edilir. Hesablama başlayandan sonra keçən ilk 1 saniyə müddətində bu cismin hərəkəti necə hərəkətdir? Əgər x-in bizə də tənliyi verilibsə, siz bunu v tənliyinə keçirin. Necə? Biz demişik ki, sürət koordinatın zamana görə birinci tərtib teoreməsinə bərabərdir, deyilmi? Onda mən v-dən x-ə görə bir tərtib teoremi alsam, onun teoreməsi 0 olacaq. 6t-nin teoreməsi 6, çıxılsın. 3t kvadratının da teoreməsi 3t vurulsun 2 olacaq, o da 6t olacaq. Demək, mənim sürət tənliyim belə olacaq, 6 minus 6t. Hərəkətimdə fikir verirəm, v0-ın yerində 6 durub, a-nın yerində 6. A və v0-ın işarələri fərqli olduğuna görə mənim hərəkətim yavaşayan hərəkətdir. Və v0-ın işarəsi müsbət olduğuna görə x ox istiqamətində bərabər yavaşayan olacaq. Demək, cavabım B variantı. Sonra 66-cı sual. X ox üzrə başlanğıc koordinatı 5 metr olan maddi nöqtə x oxun əks istiqamətində 15 metr bölünsün saniyə başlanğıc sürətlə və 2 metr bölünsün saniyə kvadrat təcillə bərabər yavaşayan hərəkət edir. Koordinatın zamandan asılılıq tənliklərindən hansı bu hərəkətə uyğundur? Başlanğıc koordinatı, yəni x0-ı mənə verib ki, 5 metrdir. X oxun əks istiqamətində deyirsə, əks istiqamətində başlanğıc sürət, yəni v0 15-dir. Ancaq x oxun əksinə deyirdi, demək mənfidir, mənfi 15. Və təcili isə, A təcili isə 2 metr bölünsün saniyə kvadratıdır. Və bərabər yavaşayan hərəkət edir. Buradan görürük ki, v0 ilə A-nın işarəsi fərqlidir. Biri mənfidir, biri müsbət. Demək ki, belə bir nəticə çıxardıram ki, elə hərəkətim buradan göründüyü kimi yavaşayan hərəkətdir. Mən bunu x-ə əsas tənliyimdə nəzərə alsam, nə idi əsas tənliyim? X bərabər idi x0 üstə gəlinsin v0t üstə gəlinsin at kvadratı bölünsün 2 idi, elə deyilmi? Bunu tətbiq eləsəm, onda x bərabər olar 5 üstə gəlinsin v0 üstə gəlsin deyil, minus olacaq artıq, minus 15t plus 2-dir. Mənim tənliyimdə at kvadratı bölünsün 2-dir. Mən burada a-nın yerinə 2 yazsam, 2t kvadratı bölünsün 2-dən. 2-lər ixtisar getsə, mənim yalnız t kvadratı qalacaqdır düz ifadəmdə. Onda yerinə yazsam, t kvadratı yazacam. Mənim əsas tənliyim budur. Bu da D variantında var. Cavab D variantı. Sonra keçək digər suala. 69-cu sual. Sükunət vəziyyətindən bərabər yeyinləşən hərəkət edən cismin n-ci saniyədə getdiyi yol s olarsa təcili hansı ifadə ilə təyin olunur? Mən bilirəm ki, n-ci saniyədə getdiyi yol hansı ifadə ilə hesablanılır? n bərabərdir a bölünsün 2, 2n minus 1 ifadəm var, elə deyilmi? Mən buradan təcili tapsam nəyə bərabər olar? 2sn bölünsün 2n minus 1. O da cavabım hansı variantdadır? A variantında. Keçək digər suallara. Digər sualımız məsəl üçün 70'ə baxaq. Cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Hansı qrafik bu cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılılığına uyğun gəlir? Gəlin buna baxaq. Qrafikimdə v-nin t-dən asılılığı belədir. Məndən nə istəyir? Məndən yer dəyişmənin proyeksiyasının zamandan asılılıq qrafikini istəyir. Birinci qrafikimə baxıram ki, 0t1 aralığında düzxətli bərabər sürətli hərəkət edir. Düzxətli bərabər sürətli hərəkətdə yer dəyişmə zamanla düz mütənasib asılıdır və müsbətdə olduğuna görə müsbətdən çəkirəm.
T1 T2 zaman anında isə e, bərabər yeyinləşən hərəkət edir və bunun da qrafiki hansıdır? Bunun qrafiki uyğun olaraq belə olacaq. Kvadratik. Və bu da hansı variantdadır? A variantında. Sonra 71-ci sual. Cismin sürətinin proyeksiyasının zamanla asılı qrafiki verilmişdir. Hansı qrafik bu cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılılığına uyğun gəlir? Mənim VT qrafikim belə çəkil, belə deyilmi? Bura T1 anı, bura isə T2 anı. Və məndən yer dəyişmənin proyeksiyasının zamandan asılılığını istəyir. Sx'in T'dən asılılığını. Fikir verin. Aşağıda bunlar bir yeyinləşən, 0 T1 anında yeyinləşən hərəkət edib. X oxun əksi istiqamətində. Deməli, mən yeyinləşən hərəkətimdə nə idi? Sıfırdan başlayacaq, bu istiqamətə gələcək. Elə deyilmi? Bu da yeyinləşən hərəkətim üçün yer dəyişmənin zamandan asılı qrafiki idi. T1 T2 anında isə o yavaşlayan hərəkət edibdi. X oxu istiqamətinə. O da belə olacaq. Bura T1 anı, burada T2 anı. Mənim cavabım burada nə olacaq? C variantı. Sonra keçək digər sualımıza. 74-ə baxaq. Cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Hansı qrafik bu cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılılığına uyğun gəlir? Vx'in T'dən asılılığı eyni qaydaları burada da tətbiq eləyəcəyik. Sx'in T'dən asılılığı. Birinci qrafikimdə uyğun olaraq görürəm ki, qrafikim mənfidə sabitdir. Əgər mənfidə sabitdirsə, deməli, Sx T'dən düz mütənasib olacaq, elə deyilmi? Daha doğrusu, məndən nə istəyir? S-in T'dən asılılığını. Demək ki, mənfidən düz mütənasib asılı olacaq. Və T1 T2 anı yavaşlayan hərəkət etdiyinə görə, yavaşlayan hərəkəti necə çəkəcəm? Və bu mənfidən müsbətə doğru gedib deyə, mənfidən müsbətə doğru çəkəcəm parabolunu. Mənfidən müsbətə doğru. Burada da cavab D variantı. Sonra keçək 70, bunlar uyğundur 76-ya. 76-da isə məndə sürətin zamanla asılı qrafik verilibdir. Təcilin zamandan asılılığını istəyir. Təcilin zamandan asılığı. Fikir verin. 0 T1 zaman aralığında 76-da 0 T1 zaman aralığında o yeyinləşən hərəkət edir. Əgər yeyinləşən hərəkət edirsə və müsbət istiqamətdədir hərəkət. Yeyinləşən hərəkət edirsə, yeyinləşən və yavaşlayan hərəkətlər təcilli hərəkətə uyğundur. Yəni, düzxətli bərabər təcilli hərəkətimin nümunəsidir. Düzxətli bərabər təcilli hərəkətdə bilirəm ki, təcil konstantdır, yəni sabitdir qiyməti. Və onun zamandan asılılığı çəkəndə biz belə çəkmişik. A-nın T'dən asılılığı sabitdir. Və burada da eyni qayda ilə hər iki qrafikimdə sabit çəkməliyəm, amma bunun bir müsbət, bir mənfi istiqamətdə çəkilməyi də var. Məsəl üçün 0 T1 zaman aralığında isə müsbətə doğru hərəkət edir. Onda demək ki, 0 T1 zaman aralığında təcilin belə olacaq. T1 T2 zaman aralığında yavaşlayan hərəkət edir və aşağı doğru getməyə çalışır. Demək ki, mən onun təcilini aşağıda çəkməliyəm. Belə. Bu da hansı variantda olacaq? Y variantında. Sonra digər sualımıza keçək. 77 onun kimidir. 78-də asaddır bunlar, demək 79-a baxaq görək. 79-cu sualda deyir ki, düzxətli hərəkətdə olan cismin
Koordinatın zamandan asılı qrafiki verilibdir. Bizdən isə sürətin zamandan asılı qrafikini istəyir. Deməli, burada yəni bunları bilmək üçün qrafikləri əzbər bilməyimiz lazımdır. Çünki baxan kimi o saat bilməliyik ki, burada koordinatın 0 T1 anında əgər belə kvadratik asıllıq varsa, 0-dan başlayıbsa, deməli V-nin T-dən asılılığı 0,1 T1 anında belə olacaq və yeniləşən hərəkət olduğuna görə burada V0-ın qiyməti 0-dır və yeniləşən hərəkət isə qrafikin belə olmalıdır, 0 T1 anında. T1 T2 zaman anında 79-cu suala baxıram ki, yavaşlayan hərəkət etməyə çalışır. Yəni müsbətdən mənfiyə doğru getməyə çalışır qrafikimdə. Onda mən yavaşlayan hərəkəti necə çəkəcəm? Müsbətdən mənfiyə. Belə. Bu da T2 zaman aralığı. Qrafikim B variantında düzgün göstərilmişdir. Sonra keçək digər variantlarımıza. Görək nə deyir. 83-cü sual. X oxu üzrə hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Cismin birinci, ikinci və üçüncü nöqtələrinə uyğun sürətlərin modulları arasında hansı münasibət doğrudur? Bunu təyin etmək üçün ən asan yol, dedim ki, sürət nəyə deyilirdi? Koordinatın zamana görə dəyişməsinə sürət deyilirdi. Yəni, koordinat dəyişməsinin zamana olan nisbəti bizə bir bucaq verirdi. O bucaq da tangens alfa bucağı idi, elə deyilmi? Yəni, bucaq hansında böyükdürsə, həm tangens bucağı orada böyük olur, sürət də uyğun olaraq orada ən böyük olmuş olur. Əgər bizdə qrafik belə verilibsə, x-in t-dən asıllığında belə verilibsə, məsəl üçün, bura 1-dir, bura 2-dir, bura da 3-dür. Bu qrafiki daha yaxşı başa düşmək üçün, yəni bucaqları təyin edə bilmirsinizsə, həmin nöqtələrdən bir dənə düz xətt keçirin. Dəqiqə, bunu tam yaxşı çəkmədim. Düz xətt keçirin. Bu birincinin bucağı, bu ikincinin bucağı, bu da üçüncünün bucağı. Fikir verirəm ki, alfa 1 kiçikdir alfa 2-dən, o da kiçikdir alfa 3-dən. Yəni alfa 3 bucağı, üçüncünün bucağı ən böyükdür. Və uyğun olaraq yazsam bunu tangensə, tangens alfa 1 kiçikdir tangens alfa 2-dən, o da kiçikdir tangens alfa 3-dən. Və bunu sürətdə də tətbiq eləsəm, eyni qayda ilə V1 kiçik olacaq V2-dən, o da kiçik olacaq V3-dən. Cavabım A variantı. Sonra digər misal. 85-ci sual. X oxu üzrə bərabər təcilli hərəkət edən iki cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılı qrafikləri verilmişdir. Birinci cismin təcilinin ikinci cismin təcillinə olan nisbətini tap. Biz bilirik ki, yer dəyişməmizin əsas düsturu V0t plus at kvadratı bölünsün 2-dən. S təcillə asılıdır da, müəyyən bir düz mütənasib asılılığı var onun. Ona görə biz buradan yazsaq, yaza bilərik ki, A1 bölünsün A2 bərabərdir S1 bölünsün S2-yə. Mən 85-ci suala baxıram da. Fikir verin. S1-in yer dəyişməsi nədir orada? 100-dür. Yerinə qoysam, 100 bölünsün, ikinci də 50-dir. İxtisar getsə yerdə nə qalar? 2. Demək, A1 bölünsün A2 nisbəti 2-yə bərabər. Cavabım C variantı. Sonra 86-cı sual. X oxu istiqamətində V0 bərabərdir 10 metr bölünsün saniyə başlanğıc sürətlə hərəkət edən cismin təcilinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Bu cismin ilk 9 saniyədə yer dəyişməsini hesablayın. Yer dəyişməmin düsturu nə idi? S bərabərdir V0t plus at kvadratı bölünsün 2-dir, elə deyilmi? Fikir verin. A-nın qiyməti neçədir qrafikimdə? 2. Zaman neçə istəyir? 9 saniyədə, elə deyilmi? V0 başlanğıc sürətin qiyməti də 10-dur. Tənliyimdə yerimə yazsam, 10 vurulsun 9 de gəlinsin.
2 vurulsun 9'un kvadratı 81 bölünsün 2. Bunlar ixtisar getsə 90 üstəgəlsin 81 10 neçə eləyəcək? 171 metr. Cevap C variantı. Bu da belə. Sonra o birisi də uyğundur. 88-ci sual. Deməli, x oxu üzrə hərəkət edən cisimlərin sürətinin zamandan asılı qrafiklər verilmişdir. Hansı halda hərəkət müddətinə gedilən yol yerdəyişmənin modulundan böyükdür? Burada nəyə fikir verəcəksiniz? Sahələrə fikir versəniz daha yaxşı olar və yaxud da sahə düsturundan yol və yerdəyişməni almanız da mümkündür. A variantı, B, C, D variantları. Fikir verirəm ki, hər bir qrafik bir tərəfdə çəkilib. Məsəl üçün, A variantında müsbət hissədə çəkilib qrafik, B variantında yalnız mənfi hissədə çəkilib qrafik, C-də yalnız müsbətdə, D-də də yalnız mənfidə. Amma Y variantındakı qrafik həm müsbətdə, həm mənfidə çəkilibdir. Yəni zaman oxunu kəsibdir. Və mən onunla Y variantındakı uyğun olaraq yerdəyişmə və yolu tapsam, V-nin T-dən asılığı məsəl üçün belə verilibdir, elə deyilmi? Mən buradan yolu tapsam, fikir verərəm fiqur sahələrinə. Məsəl üçün, yerdəyişməni tapmaq istəyirəmsə, buranın sahəsi desəm ki 5-dir. Bu trapesiyanın sahəsi də deyirəm ki 10-dur. Yerdəyişmə nəyə bərabər olar? Daha doğrusu yol tapaq birinci. Yol nəyə bərabər olar? 10 plus 5 bərabərdir 15-ə. Yerdəyişmə nəyə bərabər olar? Biri mənfi 5 alınır. Mənfi 5. Çünki yerdəyişmədə mənfi nəzərə alınır, amma yolda mənfi nəzərə alınmır. Demək ki, 10 üstə gəlinsin mənfi 5, o da bərabər olacaq 5-ə. Yol yerdəyişmədən böyük oldumu? Yəni, el böyükdür S-dən. Cavabım demək Y variantıdır. Yəni, harada qrafikdə 2 dənə qrafik görsəniz, məsəl üçün, A variantında bir dənə trapesiya görürəm, B-də də bir dənə trapesiyadır, C-də də bir dənə trapesiyadır, D-də də trapesiyadır. Amma Y variantında bir dənə üçbucaq var, bir dənə də trapesiya. Ona görə Y variantında yol yerdəyişmə modundan böyük olacaq. Digər suallar da oxşardır. 90-cı sual. X ox üzrə hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. 4 saniyə müddətində cismin getdiyi yol yerdəyişmənin modulundan nə qədər çoxdur? Bu əvvəlki tapşırıqlarda var idi buna oxşar suallar. İşləmişdik belə bir sual. Deməli, nəyin nədən asılığı verib? X-in T-dən asılığı. Bu istiqamətdə hərəkət edir. Bura mənfi 3, 2, 3. Bura zaman 3'dür, burada 4'dür, eləmi? Mən yolu tapsam, fikir verərəm ki, bu hara gedib? Bir bura, bir bura gedib, eləmi? Nə qədər məsafə? Buradan bura 3'dür, burada 3'dür. Toplam neçə eləyir? 6. Bəs bura nə qədər eləyir? Burada 1'dir. 3'dən çıxdım 2-ni 1. Toplam yol nəyə bərabər oldu? 6 plus 1 bərabərdir 7-yə. Bəs yer dəyişməsi? Yer dəyişmə də onun başlanğıc və son nöqtələrini birləşdirən düz xətt idi. Elə deyilmi yer dəyişmə? Bura qədər 3 idi. Bura qədər də 2-dir gəldiyi nöqtə. O da bərabər olacaq yer dəyişmə 2 üstə gəlinsin 3 bərabərdir 5. Və yolun yer dəyişmənin modulundan nə qədər çoxdur soruşsa 7-dən çıxacam 5, o da qalacaq 2 metr. Cavab D variantı. Sonra şəklə əsasən cismin hərəkət tənliyini müəyyən edin. Məsəl üçün, X qrafiki çəkilibdir. Bura 0'dır, bura X 0'dır. Bu V0 sürəti bu istiqamətdə, A təcili isə bu istiqamətdə hərəkət edir. Mən buna uyğun X bərabərdir X0 üstə gəlsin V0T üstə gəlsin AT kvadratı bölünsün 2 ifadəmə görə tətbiq eləsəm,
Yazaram x bərabərdir. Hardan başlayıb x sıfıra? Müsbətdir, elə deyilmi işarəsi? Qabağında mənfi yoxdur ki, yoxdur. Yazıram x sıfır. Üstə gəlsin, nəyə görə üstə gəlsin yazım? Çünki v0 x-ə doğru hərəkət edir, müsbətə doğru hərəkət edir. v0t minus, nəyə görə minus yazım? Çünki a artıq x-in əksinə hərəkət edir, mənfiyə doğru hərəkət edir. Minus at kvadratı bölünsün 2. Mənim cavabım hansı variantdır? D variantı. D variantı. Sonra keçək digər misallarımıza görə orada nə var? Deməli, bunlar bir-birinə oxşardır, yaza bilərsiniz. 96-cı sual və 95 bir-birinin eyni suallarıdır. 96-ya baxın. X ox üzrə hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Hansı nöqtəyə uyğun zaman anında cismin sürətinin modulu 0-a bərabərdir? Yadınızda saxlayın. X-in t-dən asıllığında təpə nöqtədə 3-dəki sürətin modulu 0-a bərabər olacaq. Nəyə görə? Çünki 3-də artıq cismin hərəkət istiqaməti dəyişir. Artıq hərəkət istiqamətini dəyişirsə bu, demək orada sürət sıfırlanmalıdır ki, istiqamət dəyişdirilsin. Ona görə orada cavab A variantı olacaqdı. Sonra 97 də tangens alfa bucağı ilə təyin olunacaq. Burada 2 ilə 3 eyni xətt üzərində olacaqdı deyə, burada təcillər bərabər olacaqdı. 1 də onlardan böyük olduğuna görə 2 ilə 3-dən böyük olacaqdı. Və yaxud da zaman oxunu gətirib belə yuxarıdan birləşdirsək, görərik ki, 2 ilə 3 eyni bucağa söykənib, birisi onlardan daha böyükdür. Bunlar asan suallardır. Keçək 102-ci sual. Deyir, x ox üzrə hərəkətdə cismin sürətinin proyeksiyasının zamandan asılı qrafikinə əsasən ilk 10 saniyə ərzində yer dəyişməsini hesablayaq. Qrafikimi çəksəm, v-nin t-dən asılı qrafiki. Bura 5, bura 10. Bura -6, burada 6. Buranın görürüm ki, bir üç bucaq yaranır, elə deyilmi? Buradakı bir düz bucaq üç bucaqdır, buradakı da bir düz bucaq üç bucaq. Sahələrini tapsam bu nə olar? 6 vurulsun 5 bölünsün 2. Neçə eləyər? 15. Buranın sahəsini tapsam s bərabərdir. Fikir verin. 5-dən 10-a qədər nə qədər məsafədir? 5. 5 vurulsun -6 bölünsün 2 -15. Yer dəyişməni tap deyirsə mənə, yer dəyişmədə mənfi nəzərə alınacaq. 15 üstə gəlsin, -15 eləyəcək 0. Cavab D variantı. Sonra 104-cü sualda isə eyni qaydanı tətbiq edəcəm. Ancaq məndə gedilən yolu istəyir deyə artıq yolda mənfini nəzərə almayacağam. Çünki yolda mənfi götürülmür. Onda 15 ilə 15-i sadəcə toplayacağam. Mənfini götürməsəm 15 ilə 15-i toplayacağam. Sahələrini sadəcə od eləyəcək 30. Orada olacaqdı E variantı. 105-ci sual. Sükunət vəziyyətindən x oxu boyunca hərəkət edən cismin koordinatı zamandan asılı qrafiki verilmişdir. A və B nöqtələrinə uyğun anlarda cismin malik olduğu təcillərin modulları arasında hansı münasibət doğrudur? A. Hərəkətimə baxıram, hərəkətim təcilli hərəkətdir. Yəni, yeyinləşən hərəkətdə, yeyinləşən hərəkət nüsxətli bərabər təcilli hərəkətin bir növüdür. Təcilli hərəkətim olduğuna görə, bərabər təcilli hərəkətdə biz demişdik ki, təcilin qiyməti sabit olurdu. Yəni, A nöqtəsində də, B nöqtəsində də təcillər bir-birinə bərabər olacaq. Cavab B variantı olacaq. Keçək 106-cı suala. Deyir ki, nə deyir burada? O nöqtəsinə eyni zaman müddətində gəlir. Cisimlərin təcilləri modulları arasında hansı münasibət doğrudur? Aha. Yəni, aralarındakı münasibəti tapsaq biz, burada məsafə ilə asıllıq qurmalıyıq təcilin. Dedik ki, S bərabərdir
Məsəl üçün AT kvadratı bölünsün 2 düsturum var, elə deyilmi? Buradan təcilüm nə olur? Fikir verirəm ki, təcilüm məsafə ilə asılıdır. Müəyyən bir asılılığı var. Və yaxud da yol da deyə bilərəm. Yolla yer dəyişməklə asılılığı var. Onda yazsam belə yaza bilərəm ki, A nöqtəsinin təcili bölünsün B nöqtəsinin təcili bərabərdir. A nöqtəsinin yolu bölünsün B nöqtəsinin yolu. O da bərabərdir. SA nə qədər məsafə qət edib O nöqtəsindən? 8 metr, elə deyilmi? 8 metr. Deməli, buraya yazıram 8. B nöqtəsi O nöqtəsindən nə qədər aralıdadır? 4 metr. 4. Görürsünüz, yazılıb. Yazıram 4. O da bərabər 8 4-ə böləndə 2 alır. Deməli, buradan A bərabər olur. Bunun məxrəcində 1 var deyə. 2A B-yə bərabər olacaq. Ona cavab E variantı. Sonra keçək digər suallarımıza. Görək başqa nə var? Gəlin 109-a baxaq. Euler-Venn diaqramında x ox üzrə hərəkət edən A və B cisimlərin hərəkət tənliklərinə uyğun oxşar və fərqli cəhətləri müəyyən edilir. A. X üçün tənliyimiz verilib. Biz bunu x-də saxlamayaq. Gəlin V tənliyinə keçək. X bərabərdir -10 plus t kvadratıdır, elə deyilmi? Mən bunu V-yə keçsəm, V bərabərdir x-dən törəmə alsam, ondan törəmə alsam, nə eləyəcək? 10 t-dən daha doğrusu, 10 t-dir. -10 t-dən alsam, bu qalacaq -10 plus t kvadrat da 2 t eləyəcək. 2 vurulsun t. Necə? AT kvadratı bölünsün 2-dən, o bərabər olsa t kvadratına. Burada fikir verirsən, məxrəcdə 1 varsa, bu t'lər getsə, yerdə nə qalacaq? 2. A bərabər olacaq 2-yə. Demək ki, A-nın yerinə mən 2 yazmalıyam. İki t. Sonra bu A cismi üçündür. B cismi üçün x nəyə bərabərdir? -10 t minus t kvadratına, elə deyilmi? Burada da V bərabər olacaq x-dən törəmə alsam, -10 minus 2 t olacaq. Yaxşı, bu cisimlər üçün oxşar və fərqli cəhətləri müəyyən edək. Baxaq görək. Bərabər yeyinləşən hərəkət edir. Bərabər yeyinləşən hərəkətdə V0 və A-nın işarələri, yəni təcillə başlanğıc sürətinin işarələri eyni olmalıdır. Fikir verin. Burada V0 dayanıb, burada A. İkisi də mənfidirsə, deməli birinci bura gedəcək. Yeyinləşən hərəkət edən budur. Bərabər yavaşan hərəkət edib, görün, biri mənfidir, biri müsbətdir. Bərabər yavaşan hərəkət edib bu. 5 saniyə zaman müddətindən sonra dayanır. 5 saniyə sonra müddətində dayanır deyirsə, mən yavaşayan hərəkəti tapmalıyam. Yavaşayan hərəkətdə bura gedəcək. Üçüncü bura gedəcək, yavaşayan hərəkət. İlk 5 saniyə zaman müddətində x oxun əksi istiqamətində hərəkət edir. X oxun əksi istiqamətində hərəkət eləmək demək, yəni V0-ın işarəsi mənfidir. Burada da fikir verirəm ki, hər ikisində V0-ın işarəsi mənfidir. -10, -10. Demək, hər ikisinə gedəcək 4. Sürət vektoru ilə təcil vektoru hər zaman eyni istiqamətdə yönəlib, yəni hər ikisinin işarəsi eyni olsun. Və o da burada mənfidir deyə 5-ci də bura gedir. Birincidə 2, 3, ikincidə 1, 5, üçüncüdə də 4. Cavab D variantı. Sonra da belə. Sonra görək nə gəlir. 119-cu suala baxaq.
119. Hərəkət tənliyi verilibdir. Bizdən sürətin zamandan asılılığını istəyir. X bərabərdir 10 plus 2t minus t kvadratdır. Mən bunu sürət tənliyinə keçmək istəyirəmsə, koordinatın törəməsini tapmalıyım, elə deyilmi? Onun törəməsi 0, 2t'nin törəməsi 2 minus t kvadratın törəməsi 2t. 2 minus 2t'dir, elə deyilmi? Demək ki, V0'ın yerində nə var? 2 var, elə deyilmi? Belə deyildimi? V bərabərdir V0 plus AT'yə. A'nın yerində də 2 var. Mən nəyi tapmalıyam? Məndən istəyir ki, V'nin T'dən asılıdır. Tənliyim necə tənlikdir? V0 müsbətdə başlayıb mənfidə A təcili mənfidirsə, demək bu yavaşan hərəkətdir. Müsbətdən mənfiyə doğru hərəkət edən yavaşan hərəkətdir. Və dayanıb özdə budur. Axırda dayanır. Və V0'ın yerinə 2 yazıram. Buradan nəyi tapmalıyam mən? Zamanı tapmalıyam. Buranı bilmirəm axı nədir. Zamanı tapmaq üçün isə 2 minus 2t'ni 0'a bərabər edirəm. Yəni sürətimi sıfırlayıram. Buradan bərabər 2t bərabər olacaq t'yə, t də bərabər olacaq 1'ə. Demək bunun yerində 1 var. Bu x'in yerində 1 var. 1 saniyə. O da cavab nə olacaq? C variantı. Sonra 120. sual. Deyir ki, cismin sürətinin proyeksiyası zamandan asılılıq qrafikinə əsasən 5-ci saniyədə sürətinin proyeksiyasını hesablayın. Burada o qədər də hesablamağa ehtiyac yoxdur. Əsas məntiqi tutmaq lazımdır burada. Necə? Deməli, Vx-in T'dən asılılıq qrafikinə əsasən belə çəkilir. Məsəl üçün, buranı soruşur bizdən. X nəyə bərabərdir? Başlanğıcı 10'da başlayıb, bura 45 dərəcədir deyir. 45 dərəcə. Saniyəsi də 5'dir. 5 saniyə. Və fikir verin burada. Burada bir düzbucaqlı üçbucaq var. Elə deyilmi? Düzbucaqlı üçbucaq. Bura 45 dərəcə isə 90 dərəcənin tamam olması üçün burada 45 dərəcə olmalıdır. 45 dərəcənin bucaq qarşısındakı katet bura 5'dirsə, bunun digər kateti də 5 olmalıdır. Demək ki, bu x bərabər olacaq 10. Yəni başlanğıc bu 10 üstə gəlinsin 5'ə. Yəni x bərabərdir 10 plus 5'ə. O da bərabər olacaq 15'ə. Deməli, V bərabər olur son sürət 15 metr bölünsün saniyə. Cevabım orada olacaq Y variantı. Sonra keçək baxaq 122-ci suala. X oxu üzrə düz xətlə hərəkət edən iki maddi nöqtənin sürətlərinin proyeksiyasının zamandan asılı qrafikləri verilmişdir. Müşahidə anından 10 saniyə sonra nöqtələr arasındakı məsafəni hesablayın. V'nin T'dən asılı qrafikini veribdir. Birinci belə veribdir. Elə deyilmi? Birinci grafikim. Bu da mənim ikinci grafikim. Bunların hər ikisi 10 saniyədədir. 10 saniyə. Bu 0'dan başlayıbdır. 0'dır. Bunun son sürəti 15'dir. Bura mənfi 10. Bura mənfi 20. Fikir verin. Grafiklə yaranır. Bu birincinin sahəsini tapsam, S1 üçün nə yazaram? 15 vurulsun 10 bölünsün 2 bərabərdir 75 metr. Buradakı trapesiyanın sahəsi nədir? Trapesiyanın sahəsi S2 bərabərdir. Oturacaqları nə qədər eləyir? 10 üstə gəlinsin 20 bölünsün 2 vurulsun hündürlük nə qədərdir? 10. O da bərabər eləyəcək
150'yə 150 metr. Məndən nə istəyir? 10 saniyə sonra nöqtələr arasındakı məsafəni hesablayın. Məsafəni hesablamaq üçün isə mən onları nə edəcəm? Toplayacağım. S bərabər olacaq 150 üstə gəlsin 75, o da bərabər olacaq 225'ə. Cevabım D variantı. Sonra diğer sorulara bak. Deyir ki, x oxu üzrə hərəkət edən cismin tənliyi bu şəkildədir. Cisim dayandığı andakı koordinatını hesablayın. Mən ilk olaraq bunu V-yə çevirim. Törəmə alım. Nə olacaq? T kvadratın törəməsi 2T minus 4T'nin törəməsi 4. 3'ün də törəməsi artıq 0 gedir. Eləmi? Mənim tənliyim oldu ki, V bərabərdir 2T minus 4. Gəlin buradan biz zamanımızı alaq. Zaman almaq üçün sürəti sıfırlamalıyam. 0. 2T bərabərdir 4 isə T də bərabərdir. Buradan 2 olacaq, elə deyilmi? Və koordinatı istəyir deyə koordinatın tənliyində gətirib yerinə qoysam zamanımın ifadələrini T kvadratı minus 4T plus 3'də 2'nin kvadratı minus 4 vurulsun 2 plus 3 nə olacaq? 4 minus 8 üstə gəlsin 3. O da bərabər olacaq -1 metre. Cevabım Y variantı. Sonra 125'in sual. Güllə tapancadan 280 metr bölü saniyə sürətlə çıxır. Güllə lülənin uzunluğunun ilk 1/4'ni qət etdikdə qazandığı sürəti hesablayın. Deməli, bunu hesablamaq üçün biz V bərabərdir kök altında 2AS ifadəsinə görə hesablayacağıq. Və burada bizdəki sürətin qiymətini də 280 metr bölünsün saniyə veribdir. Mən buradakı kök altında 2AS'i 280'ə bərabər eləyə bilərəm. Və mənim tənliyimdə nə deyir? Deyir ki, şərtimdə güllə lülənin uzunluğunun ilk 1/4'ni qət etdikdə, yəni S bərabərdir S bölünsün 4 olacaq. Yerinə yazsam, olar ki, kök altında 2, yəni V bərabərdir kök altında 2A vurulsun S bölünsün 4. Burada 1 var deyə, 1 var deyə. Bu 4/1 kök altından çıxanda 2/1 kimi çıxacaq da. 2/1 kök altında 2AS qalacaq yerdə. 2AS'in yerinə də mən 280 yaza bilərəmmi bu şərtimə əsasən? Onda o da bərabər olacaq 2/1 vurulsun 280. Bunlar ixtisar getsə nə qalacaq yerdə? 140 metr bölünsün saniyə. Cevabım C variantı. Sonra gələk 129-cu suala baxaq. Eyni bir düz xətt üzrə hərəkət edən iki maddə nöqtənin sürətlərinin proyeksiyaları zamanlaması qrafikləri verilmişdir. Müşahidə anının 10 saniyə sonra nöqtələr arasındakı məsafəni hesablayın. İlk öncə grafikimi çəkirəm. V'nin T'dən asılı qrafiki. Bu ikinci qrafik, bu da birinci. Kəsişdiyi nöqtə 10'dur. Burada 30'dan başlayıb, eləmi? Tapaq. Birinci üçün nəyi hesablayam? Fikir verin. Birinci qrafikimdə bir düzbucaqlı alınır. Çünki sabit olduğuna görə bu aşağıda qalan hissə nə olacaq? S1 bərabər olacaq 30 vurulsun 10 bərabərdir 300. Elə deyilmi? Bəs ikinci qrafikimdə nə olacaq? İkinciyə də baxıram ki, düzbucaqlı üçbucaq yaranır. S2 bərabər olacaq onda. 30 vurulsun 10 bölünsün 2. O da 300 bölünsün 2.
150 metr eləyəcək. Aralarındakı məsafə nə qədər deyirsə, onda mən S-ümumini tapsam, 300-dən çıxaram 150-ni, o da bərabər olar 150 metrə. Cavab C variantı 130-da onun kimidir. Yəni bura qədər məncə bəsdir.